Anamla danışmaq istəyirəm. Qapı döyüldü. Açanda heyrətdən donub qaldım. Qonşuluqda yaşayan balaca Seymur gözü yaşlı qapının ağzında dayanmışdı. Nənəsi də yanında idi. "Nə olub Seymur?" həyəcanla soruşdum. Nənəsi çarəsiz halda dilləndi. "Abala, anası 2 gündür işi ilə bağlı başqa ölkəyə gedib. Gedəndə də Seymura dedi ki, internetə girib onunla əlaqə saxlayacaq. İndi uşaq neçə saatdır kompüterin qabağında oturub ki, bəs anam hanı? Mənim də başım çıxmır ki, kömək eləyim." Onları otağa dəvət etdim. Kompüteri qoşub internetə girdim. Birazdan monitorda Zərifə xala göründü. Seymur sevincdən az qaldı kompüteri qucaqlasın. Son günlərdə məktəbdə, həyətdə başına gələn hadisələri anasına danışdı. Biraz söhbət edib sağollaşdılar. Zərifə xala mənə təşəkkürünü bildirdi. Seymur da minnətdarlıq dolu baxışlarla mənə baxıb dedi: "Rəna bacı, mənə də internetə qoşulmağı öyrədərsən? Əlbəttə, kompüter böyük bir aləmdir. Onun içində bilirsən nə qədər məlumat var. O sənə dərslərində də kömək edə bilər. İstəsən, bəzi tapşırıqlarını elə buradaca edə bilərsən. Çünki kompüterdə yazı yazmaq da olur, şəkil çəkmək də, mətn dinləmək və ya oxumaq da. Amma bunun üçün əvvəlcə sərbəst oxumağı, yazmağı öyrənməlisən." Seymur məni maraqla dinləyirdi. Əmin idim ki, bundan sonra o dərslərini daha həvəslə öyrənəcək.